Olcay xatun, narahat olmayın. Bugün Tanrının izniyle haq divanı qurulub. Bizim hamımız haqqın divanındayıq. Bu bizim günahlardan təmizlənməyimiz üçündür. Bugün duruluq günüdür. Boynumuzda yük var. Ağırlıq var Olcay xatun. Bu ağırlıq da dirilərin suallarındandır. Bu yükdən qurtulmalıyıq. Sınıq qol boynun yüküdür. Gərək cavab verək haqq qarşısında. Siz haqqın divanında da olsa, Teymur'la qarşı qarşıya deyil, çiyin-çiyinə dayanmalıydınız. Mühakimə edilən yox, mühakimə edən olmalıydı o, Ulu Xaqan. Bunu divan ayırt eləyəcək ki, Teymur bizimlə qarşı-qarşıyadır, yoxsa çiyin-çiyinə. Sizi də buna görə çağırmışıq. Bizə yardımcı olmaq istərdinizmi? Bizim verilməyəcək bir hesabımız mı var? Qardaşınız haqda soruşacağıq. Bugün ya qardaşdan keçməlisiniz, ya ərdən. İkisindən birini mi seçməliyim? Yox Olcay xatun, sadəcə doğru danışmalısınız. Yalan dirilərdədir. Doğru olmağıma inana bilərsiniz Oğuz xan. Teymur inandırmağa çalışır ki, müharibəni sizin qardaşınız Əmir Hüseyin başladı. Doğrudurmu? Bu müharibə qaçılmaz idi. Müharibəni kim başladı? Ərinizmi, qardaşınızmı? Müharibəni ərim başladı. Amma Teymur müharibəni başlamağa məcbur idi. Müharibəyə başlamasaydı, Şərqi Türkistan başdan-başa Monqolların əlinə keçəcəkdi. Monqollar Türkistana hücum etmişdilər. Monqollar artıq Türkistanın şərqini ələ keçirmişdilər. Qardaşım da onların qarşısına çıxmaq gücündə deyildi. Birləşmək olmazdı mı? Mümkün değildi. Çünkü kardeşim Türkistan'daki beylikler üzerinde üstünlük kazanmak için Monqollarla danışıq aparırdı. Əriniz dövlət işlərində sizinlə məsləhətləşirdi mi? Məsləhətləşirdi.
Mən daha çox xarici işlərlə məşğul olurdum. Elçiləri qəbul edirdim. Krallara, imperatorluqlara buyruq məktubları göndərirdim. Siz krallara, imperatorluqlara buyruq məktublarımı göndərirdiniz? Bəli. O vaxt dünyanın bütün hökümdarları bizim məmurlarımız idi. İttihamçının sualı yoxsa Sualım yoxdur, Oğuzhan. Olcay Türkan xatun gedə bilər. Tanrı qədər inandığım ömrüm günüm Teymur. Tanrı yardımcın olsun. Əbədi dinclikdə ruhunuz şad olsun, Olcay xatun. Biri divana gəlmək istəyir, xan. Kimdir o? Tanıya bilmədim. Sərgardan bir ruhdur. Bəlkə bir sözü var. Gəlsin. Məndən Mustafa'ya getirin salam. Ona hürmet edin. Deyin ki Xəyyam soruşur nedendir şəriyyətində tuş ayran halaldır, al şərab haram. Məndən Xəyyama da getirin salam. Ona söyleyin ki sen hamsan Xəyyam. Ne zaman söyledim şərab içmesini ari? Mən neyi xamlara etmişəm anam. Hayır vaxtı gələ bilməzdinmi? Yok, gözləyə bilməzdim Cənab Sədir. Bu anı 100 illiklərlə gözləmişəm. Bir vaxt bu dünyada, sonra da ahirətdə gözləməkdə keçdi ömrüm. Bu halda məhkəməyə gəlmək olarmı? İyi verirsən başdan ayağa. Bu mənim anadan gəlmə iyimdir, Sədir bəy. Övünmək olmasın, mən özümü tanıyandan ətir yerdə həmişə ələ işlətmişəm. Bu nə ərizədir? Bu ərzəni vermək üçün 100 ildir məqam tapa bilmirdim. Ver görüm nədir o? Bu adamı tanıyırsınızmı? Tanımıram. Tanımadınız? Mən yerli yurdu meyxanəsi olan bir adama... Bu adamın sizdən şikayəti var. Neymiş şikayəti? Yurt yuvasını dağıtmışsınız. Yurdu hardaymış? Ne işle meşgul olurmuş? Mən hardan bilim? Haralısan? Bağdatdanam da. Orada mənim məkanım vardı. Gözəl meyxanam vardı ağam, gözəl.
Teymur meyxanəni mi dağıtdı sənin? Təkcə meyxanəmi dağıtsa da vardı ki, heç şikayətə gəlməzdim. Şəhərdəki bütün meyxanələri dağıtdı o. Nə qədər gözəl çaxıllarımız vardı, hamısını dağıtdı Fərata. Mən ondan şikayətçiyəm ağam. Yadınıza düşdü mü? Düşdü. Ərəb düz deyir. Mən bütün Bağdadı dağıtdım Oğuz xan. Bağdadı dağıtdımsa, Ərəbin meyxanəsi sağ mı qalmalıydı? Meyxana deyəndə beləm balaca Gerzad idi. Bağdadda mənim meyxanamdan böyük meyxana yox idi. Bilmirəm, yolunuz düşdü mü heç? Sən sus. Bağdadla nə düşmənçiliyiniz vardı? Bağdada ikinci dəfə girəndə şəhərin bütün külərini meyxanələrdə gördüm. Paxıllıq, qısqanclıq yaxşı şey deyil ağam. Desəydiniz, əvvəlcədən kücdə sizin üçün bir kiçik miz qoyardıq, üstünə bir bardaq şərab, bir də ki, rəqqasə, diqqətlə. Sus dedim sənə. Lütfen. Devam edin. Cavanlar meyxanələrdə hamısı sərxoş, rəqqasələrin göbəyində şərab içirdilər. Ay Allah! O nə göbəyiydi, ay Allah! İlahi! O nə göbəyiydi, ilahi! Mən ona nə qədər qəzəllər yazmışdım. Mənə deyirsiniz, sus, amma mən bu saat Raziyənin göbəyindən danışsam, siz özünüz susacaqsınız sana. Mən sustum, mən. Devam edin. Onların arasında ordu sərkərdələri, zabitlər vardı. Kimi qumar oynayır, kimi də şərab içib şeirlərə qulaq asırdı. Qadın, şərab, qumar olan yerdə ordu çökür, məhv olur Oğuz xan. Mən Bağdadlıların Bağdada xəyanət etdiyini gördüm. Ona görə də bütün Bağdadı dağıtdım. Yalnız məscidlərdən başqa. Xalqı isə o cür yurda, o cür torpağa laqeyd xalq yalnız cəzaya layiqdir. Mən də cəza verdim. Sum şərabı sadi. Çünki Tanrı məni yer üzünə düzən, qayda qanun yaratmağa göndərib. Görürsünüzmü? Bu adam hələ də meyxana davası edir. Ağlı da, gözləri də əsrlərdir ki, Raziyə adlı bir rəqqasənin göbəyində qalıb. Belə bir xalq nəyə layiqdir ki? O divanə desinlər. Təklif eləyirəm, şikayətçinin şikayəti qəbul olunub, özü divandan çıxarılsın. Teklif kabul olunur. Meyxanəyə girəndə mən alqışlarla yer və yerdən
Ayrılar üçün mən sərsəməm, sərxoşlar üçün peyğəmbərəm. Öyle sərməstəm ki, idrak etməzəm dünya nədir? Mən kiməm, saqi olan kimdir, meyir səhba nədir? Şamı nəyə görə dağıtdınız? Şam'a bir günlük yol kalmıştı. Kəfən giymiş alimler, biliciler dəstəsi karşıma çıktı. Şam'ın açarlarını getirmiştiler. Bu teslim olmak demeydi. Açarları almadım. Neden? Çünkü onların arasında İbn Haldun kimi dünyaca şöhretli alimler, biliciler vardı. Kefen giyip Şam'ın altın açarlarını getirmiştiler. Onları görəndə beni ter bastı. Ben o alimleri yaxşı tanıyırdım. Eserlerini okumuştum. Oxuyub yaza bilmədiyiniz barədə eyhamlar var. Əgər belədirsə, necə oxumusunuz? Tarix mənə öz qiymətimi vermək əxlaqında deyil. Bizim heç birimizi qiymətləndirməyib tarix. Bilməmiş deyilsiz. Sizin qiymətiniz nə olmalıydı ki, olur olar. Sizin qiymətiniz sizdən sonra qalan xalqdır, millətdir. Əgər o xalqın, millətin hörməti, qiyməti varsa, sizin də var. Siz elə düşündünüz ki, bütün qələbələr, qalibiyyətlər əbədidir, qalandır. İndi baxın, yaxşı baxın, Əmir Teymur. Biz yenə də sizin dağıtdığınız 27 türkmən tayfası kimi bir-birimizi didməkdəyik. Bu ağır ittihamdır Şam'a. Əsas ittiham elə budur, xan. Bütün suallar buna görədir. Və bugün burada cavab verilməlidir. Bayaq siz Şamlı İbn Haldun'un adını çəktiniz. İbn Haldun'u çağıra bilərikmi? Buyruq sizindir, xan. İbn Haldun ahirətdə də elmi ibadətlə məşğuldur. İbn Haldun, haqqın divanına gəl. İbn Haldun gəldi, xan. Gözlətməyin. Çağırın gəlsin.
görkəmli ərəb alimi İbn Xaldun sizsizmi? Mənəm. Bu adamı tanıyırsınızmı? Deyəsən tanıyıram. Ancaq papağını çıxarsalar əmin olardım. Ne üçün? Mənim tanıdığım adamdırsa məni görəndə həmişə papağını çıxarardı. Niyə? Deyə bilərsinizmi? O zamanlar bu bir sayğı əlaməti idi, əfəndim. Kimə bənzətdiniz müttəhimi? Əmir Teymur'a bənzətdim, əfəndim. Fəqət papağını çıxara bilərsə, Ehtiyac yoxdur. Düz tapmısınız. Teymurdur. Hardan tanıyırsınız Teymur'u? Şam şəhərinin açarlarını təslim edənlərin arasında mən də vardım. Danışığa gitmişdik, orada görüşdük. Danışıq nədir? Nə barədə danışmalıydınız ki? Əmir Teymur. Sizə söz verilməyib. Şam'ın qızıl açarlarına aparmışdım, əfəndim. Aldı mı? Almadı. Şərtləri vardı. Hər ev bir qızıl verməlidir, dedi. Qahirədəki Məmlik Sultanına verilən xəracı da istədi. İstəmədim. Əmr etdim. Bu belə olmalıydı. Elə də oldu. Elədi. Əmr etdi və biz də bütün şərtləri qəbul elədik. Ne üçün belə asanlıqla? Şəhərin dağılmasını istəmirdik, əfəndim. Ancaq yenə də darmadağın elədi Şam'ı. Yerində təkcə külü qalmışdı. Düz deyir. Düz deyir. Əslində alimlər əyri oturar düz deyərlər. Yəni düz işlərdən danışıb əyri işlər görərlər. Hələ ki, alimlər mühakimə edilmir. Əslində onları mühakimə etmək lazımdır. Çünki Şam'ın dağılmasına bais onlar oldu. Günahı indi də alimlərin üzərinə atırsınız. Olur o. Şam şəhərinin yaxınlığından xəbər gəldi ki, ərəb alimləri mənimlə görüşmək istəyir. Bunu eşidəndə nə edəcəyimi bilmədim. Onların hər birinə böyük hörmətim, sayğılarım vardı. Sibiriyadan Ərəbistana kimi şəhərlər, qalalar, torpaqlar almış bir ordu sərkərdəsi kimi onları necə qarşılayacaqdım? Bu barədə düşündüm, qərarlar verdim, xidmətçilər ayrıldı. Bunun məsələyə heç bir dəxli yoxdur. Əmir Teymur yenə divana təsir göstərmək istəyir. Davam edin lütfen. Və onlar
onları qəbul eləyəndə İbn Xaldun'un dediği kimi papağımı çıkartmıştım ve ayağa kalkmıştım. Doğrudur mu? Doğrudur. Fakat bunlar içeri girer girmez diz çöküp ayaklarımı öpmeye başladılar. Özümden yüksek hesap ettiğim adamlar dik durabilmirdiler. Boş çuval kimiydiler. Bense alimlerin eğilmez olduğunu bilirdim. Ona göre özümü yitirdim. Neye inanırdımsa kiçildi, yok oldu gözümde. Sonra Şam'ın altın açarlarını takdim ettiler. Dediler ne isteseniz derhal yerine getirilecek. Tarihin ve dirilerin dediğine göre onlardan kadın isteyipsiz. Doğrudur. Ancak ben bunu bilerekten ettim ki görüm insan ne derecede alçalabilir. Onlardan bir şerefsizi bütün Şam kadınları cariyenizdir dedi. Doğrudur mu? Ben öyle geldi ki bunlar alimler, biliciler değil. Özür dileyirəm, kadın dellallardı. Elim milleti ucalara kaldırmalıdır. Bunlarsa ışık tutan kör kimiydiler. Hamsını elə orada öldürmeyi istedim. Öldürdünüz mü? Hayır. İbn Xaldun'a bağışladım onları. Deməli, Şam şəhərini buna görə darmadağın etdin. Əslində Şam şəhəri elə mənim olmalıydı. Bu siyasi zərurətdən doğurdu. Bırakın bu siyasi zaruretleri. Suala cevap verin. Şam'ın böyük adamlarını ki bu cür tanıdım, kararı aldım bu şehir yok olmalıdır. Yerli dibli. Sonra şehre keşfiyata gönderdiğim adamlar geldiler. Çok şeyler dediler. Her yerde haksızlık, devletsizlik, yesizlik, zayıflar güçlülerin elinde esir, şikayet eşiden yok, hara geçsen rüşvet, kanunsuzluk. Yaxşı. Bəs xalqın günahı nə idi ki, bu qədər cəza verdiniz? O, mütti oldukları için kimse bu halkı cezalandırmalıydı ki ayılsın. O da benim kısmetime düştü. Çünkü Allah beni yeryüzüne nizam vermek için göndermişti. Dünyaya nizam getirme iddiasında olan bir adam özü gerek
haqsızlıq eləməkdən çəkinsin. Amma o milyonlarla günahsız insan kəlləsindən qüllələr yaptırdı. Siz düşünürsünüz ki, dünyaya nizam getirmek, düzen kurmak asan iştir. Bilin, eğer düşmenin başı ezilmeyipse, demek o məğlub olmayıb. Ben indi de böyle düşünürəm. Eğer düşmenin başını ezmeseydim, fürsət düşen kimi o benim başımı ezecekti. Ancaq siz əzmək, yox eləmək üçün səbəblər arayırdınız. Hafiz Şirazinin başına neler getirdiniz? Yadınızda değil mi? Siz bura ittihamçı mı çağrıldınız? Siz qorxaq, yaltaq olduğu üçün Şam xalqını cəzalandırdığınızı söylədiniz. Təbii, bu da düzgün qərar deyil. Amma deyilən ittihamnamələrə görə Türkistanda, elə paytaxtımız Səmərqəddə də haqsızlıq baş alıb getmişdi. Xalq aclıqdan, səfalətdən qırılırdı. Yalan! Bu zatı qırıq Səlnaməçi İbn Ərəb Şahın uydurmasıdır. Mənim ölkəmdə aclıq səfalət olmayıb. Sizin Orxon yazılarında deyildiyi kimi, mən acları doyurtdum, çılpaqları donattım. Mənim ölkəmdə haqsızlıq edən yox idi. Amma bu ittihamlarda sübutlar, dəlillər var ki, siz öz xalqınıza da zülümlər eləmisiniz. Nə sübut, nə dəlil. Mən nə deyirəmsə doğru olan odur. Bütün sübutlar, dəlillər mənim dediyimə qarşıdırsa yalandır. Ulu ruhlar bilməlidir bunu. Bir nəfərə olmazın işgəncələr vermisiniz. İttihamnamədə şikayəti var. Dilini kəsmisiniz. Kimdir o adam? Səmərqənddən Qutlu Dəmirtaş. Qutlu Dəmirtaşı da çağıracağız. Siz bayaq Hafizin adını çəkdiniz. Nə demək istəyirdiniz? Efendim, Hafiz şiirlərinin birində İsfahanı tərif eləmişdi. Yazmışdı ki, İsfahan dünyanın ən gözəl şəhəridir. Buna görə Teymur İsfahanı da, Şirazı da yerlə yeksan elədi. Bir şiirdən ötürü. Elədi xan, bir şiirdən ötəri. Şəhəri xərabiyə çevirdi. Sonra bu xərabalıqları Hafizə göstərib dedi: "Ha, indi söylə şair, İsfahan mı gözəldir, Səmərqənd mi?" İsfahanı da dağıttım. İsfahanı da dağıttım, Şirazı da. Tələb edirəm, Hafiz Şirazi divana çağırılsın. Qəbul olunur. Hafizi divana çağırın. Şair Hafiz Şirazi, Haqqın divanına gəlin. Hörmətli şair Hafiz, səni xoş gördük. Xoş gördük şam.
Bu din bütün şərqi birləşdirməli ikən ayrılıqlar saldı. Nədən belə oldu acaba? Şərqin qoca hafizi. Sən şərqi bütöv görmüsən həmişə. Müsəlman aləmini bütöv görüb, bütöv duyub, tam anlayırdın. Din isə indi yalnız özünü düşünənlərin əlindədir. Sən şeirlərində də yalnız bir məkanın yox, bütün şərqin, sonra bütün dünyanın şairisən. Yazdıqlarında dinimizdən, imanımızdan keçib getmədədir. Hörmətli şair Hafiz, sən haqqın divanına şahid kimi çağırılmısan. Xoş gəlmisən ulu şair. Yaxşı-yaxşı bax. Gör bunlardan kimi tanıyırsan. اگر آن ترک شیرازی به دست آرد دل ما را به خال هندویش بخشم سمرگند و بوخارا را. Ha şair, indi ne fikirdesin?